Dostlar, salam. Növbəti məntiq testimizi həll edək. Baxırıq ki, bizə 198 ilə 1241 arasında hansısa riyazi hesablama aparıb 91 aldığını göstərir. 1451 ilə 54 arasında hansısa bir riyazi hesablama aparıb 44 aldığını göstərir və bu qanun uyğunluğu 3-cü sətrə tətbiq edib sual işarəsinin yerinə uyğun gələn ədədi tapmağımızı istəyir. Biz 198 ilə 1241 arasında hansısa bir riyazi hesablama aparıb 91 ala bilərik, amma həmin o riyazi hesablama 1451 ilə 54 arasında apardıqda 44 alınmır. Bu məntiq testində testin necə həll olunduğunu izah edəcəm. Deməli, bizim tirədən sağda olan 91 ədədimizin birinci rəqəmi olan 9, bizim 198 ədədimizin ikinci rəqəmidir. Deməli, birinci ədəd verilir bizə. Onun ikinci rəqəmi tirədən sağdakı ədədin birinci rəqəmi olur. Sonuncu rəqəmi isə, yəni 91-in ikinci rəqəmi isə ikinci verilən ədədimizin sonuncu rəqəmidir. Yəni, demək olar birinci rəqəmi də 1-dir, amma ikinci sətrə baxırıq ki, 44-də 54-ün sonuncu rəqəmidir 4. Deməli, biz məntiq testini anladıq ki, bu qanun uyğunluqdan. Verilmiş birinci ədədin ikinci rəqəmi və ikinci ədədin sonuncu rəqəmindən yeni bir ədəd düzəldirik. 9191. Bu qanun uyğunluğu ikinci sətrə tətbiq edək. Birinci ədədimizin ikinci rəqəmi 4, ikinci ədədimizin sonuncu rəqəmi 4. 44. Gördüyümüz kimi, tirədən sağdakı ədəddə 44-dür. Bu qanun uyğunluğundan biz sual işarəsinin yerinə olan ədəddə müəyyən edə bilərik. Deməli, birinci ədədimizin ikinci rəqəmi 6, ikinci ədədimizin sonuncu rəqəmi 8-dir. Deməli, sual işarəsi yerinə 68 ədədi olmalıdır. 68 də Y variantına uyğun gəlir. Dostlar, testlə bağlı suallarınız olarsa, yorumlarda yazın, tezliklə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.